Salam müəllimlər, hər vaxtınız xeyir. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Ələkbərova Şəfiqə. Belə bir sual var qarşımızda ki, sayın quruluşca 3 növü var cümləsində quruluşca sözündəki ca nədir? Burada quruluşca sözündəki ca deməli, quruluşuna görə ifadəsindən əvəz etdiyim üçün buradakı ca-cəyə nə deyəcəm? Qoşma deyəcəm. Məsəl üçün, ağac boyunca və yaxud da yol boyunca irəlilədik. Yol boyu ilə irəlilədik deyə bildiyim üçün yenə də oradakı ca-cə nə olacaq? Qoşma olacaq. Leksik şəkilçini harda görə bilərəm? Rusca, türkcə, ingiliscə. Ədat kimi harda görə bilərəm? Məsəl üçün, yavaşca içəri daxil oldu. Burada ca-cəni cümlədən çıxartdığımız təqdirdə məzmun etmədiyi üçün ca-cə nə olur? Ədat olur, qüvvətləndirici ədat.